Suraxanıda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib. Əhalini narahat edən problemlərin həlli məqsədi ilə rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin may ayı ərzində keçirilməsi nəzərdə tutulan qrafika əsasən 07.05.2025-ci il tarixdə 76 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Dövlət başçısı Cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların ölkədə eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı layihələrdən bəhs edən rayon icra hakimiyyəti başçısı Adil Əliyev bildirib ki, çoxşaxəli dinamik inkişaf və ictimai-siyasi sabitlik müasir Azərbaycanın əsas reallıqlarını təşkil edir. Sakinlərin müraciət, təklif və şikayətlərini dinləyən rayon icra hakimiyyəti başçısı məsələlərin qısa zamanda qanuna müvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.